Samsung markalı paltaryanı işlədilmə qaydasını göstərirəm. Baxın. Burada əslində bu modellərdə görürsünüz maye halında paraşoklardan istifadə olunur. Bu və bu. Adı yazılıb hamısının və ətirverici də bura tökülür. Siz əgər paraşok quru halda olandan istifadə edirsinizsə, baxın bura içinə tökürsünüz paltaryanın içinə. Ağzını bağladınız, yandırdınız. Yandırdınız. Bunlardan hər şey digitaldır deyə, knopkalar sensordur. Baxın, bunu belə seçirsən, görürsən seçmir. Amma proqramı seçmir belə yandıranda. Bir dənə bunu basmalısınız, gördünüz aktiv gəldi. Sonra nə istəyirsiniz? Hamısının adı var. Bax 15 dəqiqəlik, pamuklu, super hızlı, yoğun köpüklü, ekopub, sintetika, hansını istəyirsən qoydum. Bir dənə start basın, hər şey özü bax. Saat özü altına yazır. 2 saat 1 dəqiqə. Bu 2 saat yazmağına baxmayın. Ola bilər aşağı saata görə, ola bilər yuxarı. Bu sən nə qədər paltar qoymusan ona uyğun tənzimləyə bilər. Vaxt oynaya bilər. Amma sən dəqiq proqram istəsən, nə etməlisən? Ancaq 15 dəqiqəlikdə və burada hızlı var. Onları da yummalısan. O ücret konkret 15 dəqiqə. 15 dəqiqə isə 2 kilodan artıq qoymaq olmaz. Bunu yadınızda saxlayın. Bunlar abortu tənzimləyir. Baxın tutalım. Belə deyim də sizə. Bax. Bunlara qoymuşsunuz. Abortu bununla tənzimləyirsiniz. Baxın. Bu dərəcəni tənzimləyir. Ən axırda da start. Bunu verirsən, yurt həfli verir, siqnal saat qapını açıb götürürsünüz. Bu qədər.